Cəm etmək olmur. Cəm etmək olur rahat şəkildə. Heç kim deməyib ki, cənnətə düşmək üçün, bunu yadda saxla qardaşım, yaxud Allahın rizasını qazanmaq üçün, yaxud rəhmətinə nail olmaq üçün sən günah etməməlisən. Bunu heç kim deməyib, bunu demək şəriətə ziddir. Niyə? Çünki İbn Teymiyyə rahimehullah deyir ki, günah insanın zatına uyğundur, münasibdir. Nə deməkdir bu söz? Fitrətində var. Lazımdır deyir. Vallahi. Günah insanı lazımıdır deyir. Lazımdır insana. Labüddür etsin. Burada insan deyiləndə Adəm övladı qəsd edilir, düzdür? Bütün Adəm övladının hamısına aiddir. Niyə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kullu bəni Ədəm xatta. Bütün Adəm övladı xətəkardır. Yəni, günah edəndir bu mənadadır. Adəm övladısan, bəli, deməli sən də günah edirsən. İkinci hissəsi, və xeyrul xattainə, günah edənlərin ən xeyirlisi. Deməli, günah etmək lazımdır bizə. Orada problem yoxdur, hansısa etibarən. Çünki sən insansan, sən günah edəcəksən. Lakin ikinci hissəsi çox önəmlidir. Günah edənlərin ən xeyirlisi tövbə edənlərdir. Deməli, tövbə edəndən sonra sən ən xeyirli insan olursan. Baxmayaraq ki, günah edən idi. Ona görə sələflərdən biri varid olub, Kəbənin ətrafında tavaf edəndə, evin ətrafında, əlini açır, dua edir Allaha, deyir ki, Allahım, günah etməməkdən sənə sığınıram. Məsələn, biz necə günah edirik? Allahım, günah etməkdən. Yəni, günah etməyim. Bu deyir ki, günah etməməkdən sənə sığınıram. Demək istəyir ki, günah edim, dalınca, arxasında tövbə edim. Çünki xeyirli insanlar odur, deyir. Qardaşım, Allahın o sifətləri var, tövbələri qəbul edən, məğfirət, rəhmət, əff edən sifətləri var da, düzdür? O sifətlərin əsəri nə vaxt üzə çıxır? Nə deməkdir bu söz? Allahın sifətlərinin əsəri qullarının üzərində görsənməlidir də, düzdür? Qafur, məsələn, məğfirət sahibi, bağışlayan. Nə vaxt bu sifətin əsəri üzə çıxır? Kimsə? Yox, günah edəndə. Rəhimli olur ona görə, bağışlayan olur ona görə. Kimi bağışlasın? Allah. Yox, kimi bağışlasın? Günahkarı. Deməli, yer üzündə günah edənlər olmalıdır ki, Allahın bu sifətlərinin əsəri görsənsin, üzə çıxsın, iz qoysun. Deməli, sən günah etməlisən ki, tövbə edəsən. Təvvab olan Allah qəbul etsin. Qafur olan Allah bağışlasın. Əfuvun olan Allah əff etsin. Ona görə alimlər bəhs ediblər nəyi? Bu məqamda mələklər üstündür, yoxsa insanlar. Təsəvvür elə bir qrup alimlər deyiblər ki, insanların salihləri mələklərdən üstündür. İllə nəyi zikr ediblər? Çünki insanda nəfs var, iradə var, istək var, günah edir. Günahdan sonra qayıdır. Düzdür? Mələklərdə bu tərəfi yoxdur, günah etmirlər. Günah edib qaydan daha üstün olur. Nəfsi var deyə, şəhvət qoyulub ona. Nəfs şəhvətlə bağlıdır. Ona görə bu etibarən deyiblər ki, bunun üstünlüyü buna görə daha çoxdur Allah yanında. Allah'a daha sevimlidir. Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, kim desə ki, övliya, vəli, Allahın vəlisi, məsum olanlardır, yer üzündə vəli tapmayacaqsan deyir. Düz deyir. Yəni biz bu şərti qoyaq, Azər, deyək ki, Allahın dostu olmaq istəyirsənsə, sən günah etməməlisən. Onda yer üzündə vəli yoxdur. Sən günah
edəndən sonra vəli olursan. Allahın dostu ola bilirsən. Tövbə etməklə, ona qayıtmaqla, ona üz tutmaqla. Ona görə İmam İbn Qayyim rahimehullah bir çox kitablarında deyir ki, insan günah edəndən sonra elə bir hala, vəziyyətə gələ bilir ki, günahdan qabaqki vəziyyətindən üstün olur. Nə deməkdir bu söz? İnsan günah edəndən sonra tövbə edir. O hal günah etməmişdən qabaqki halı. Belə bir bəhs açır kitabında, Mədəris Səlikindədir. Hansı daha üstündür? Günah edəndən sonra tövbə edən, yoxsa günah etməmişdən qabaqki olan insan? Günah edəndən sonra tövbə edən insanın halı deyir, daha üstündür deyir. Ona görə Allahın vəli olmaq üçün Allahın övliyalarından şərt o deyil sən günah etməyəsən. Günah edən də vəli ola bilər. Burada günah deyəndə, sən deyən kimi tək kiçik günahlar nəzərdə tutulmur. Mömin böyük günaha da düşə bilir. Düşə bilir. Söhbət ondan gedir ki, qalması problem yaradır, düşməsi yox. Günahda qalmaq israrla o problem yaradır, ciddi problemlər. Amma günaha düşməyin özü axsamaq deyilir, büdrəmək. Bu labüddür, düşə bilər insan. Mömin də düşə bilər, abid. Sahabələr düşürdü yoxsa yox? Sahabələrdən olub, içki içən olub yoxsa yox? Təvil edib içirdi, düzdür? Təvil bilirsin nədir? Yozub, əhsən. Ayəni, içki barədə nazil olan ayəni yozur. Deyir, bu bizə aid deyil. Belə içənlərə aid deyil. İçki içir, gətirirlər, şallaq vururlar. Qamçılayırlar. Yenə içir. Gəlirlər, qamçılayırlar. Yenə içir. Mömindir. Günaha düşüb. Günaha düşə-düşə mömindir yoxsa yox? Mömindir. Şeyxülislam İbn Teymiyyə rahimehullah bu hədisdən, qıssadan fayda çıxardır. Belə bir söz deyir. Deyir ki, sən demə, böyük günah sahibinin qəlbində elə Allah və Rəsuluna qarşı sevgi olar ki, onu abiddə tapmarsan. Nə deməkdir bu söz? Abid nədir? Meçidə girir, çıxmır. Günah eləmir. Çox ibadət. Abid, oruz, zikir, dua. Meçidə girir, sübhdə bir də axşam çıxır. Əhsən. Düzdür? Vaxt olmur. Bayra çıxmır günah eləsin. Deyir, o böyük günah sahibinin qəlbində elə Allah və Rəsuluna qarşı sevgi olar ki, o abid yoxdur, onun qəlbində olmaz deyir. Yəni, o günaha düşmək problem deyil, hansısa etibarə. Qalmaq problemdir. Özü də ciddi problemdir. İsrarla olanda, xüsusən də böyük günah. O problem yaradır. Amma günahın özünə düşmək, ibtila olmaq, biz baxanda görürük ki, möminlər düşüblər və nusus buna mane olmayıb. Nusus buna mane olmayıb. Allah Teala deyir, onlar ki, günah edib qaydarlar, tövbə edin. Tövbə edin deməli, günah var ki, tövbə edin. İnsan belə yaradılıb, yəni ki, günah eləsin, büdrəsin, axsasın, günaha düşsün. Günah etməmək mümkün deyil. Günah etmək lazımdır insana. Amma tövbə etmək, dalınca dərhal tövbə etmək o mətləbdir, yəni.